Bakıxanov Rezidensidə 46 kvadrat metr sahəli bir otaqlı mənzilimiz satışa çıxıb. Tam əşyalı vəziyyətdə. Məncə bu videonu izləyən peşman olmayacaq dostlar. Çünki mənzil 150 min, 155 min manatla yox, videonun sonunda qiyməti deyəcəm. Çox münasib qiymətlə tam əşyalı vəziyyətdə. Bir dənə videonu izləyin, zəhmət olmasın. Bakıxanov Rezidensidə bir otaqdan 2 otağa düzəlmə olan mənzilimiz satışa çıxıb. Dostlar, mənzil tam əşyalı vəziyyətdə satılır. Videoda gördüyünüz bütün əşyalar satış zamanı mənzilin daxilində saxlanılacaq. Bura mənzilin zalıdır. Zalın daxilində olan divan, kreslo, stol, stul, televizor, kondisioner hamısı qalacaq. Bir də onu qeyd edim ki, dostlar, ən çox müştərilər maraqlanır ki, zalın daxilindən eyvana çıxışı olan bir mənzil axtarırıq. Zalın daxilindən eyvana çıxışımız da var. Karisli bağlı pəncərədir, kondisioneri eyvan hissəsində quraşdırılıb, əlavə beşlərin yığılmaq üçün kladovkası, eyvan qarşısı açıqdır, gördüyünüz kimi gün vuran bir mənzildir, hava işləyən bir mənzildir. 46 kvadrat. Dostlar, elə bir qiymət deyəcəm ki sizə, Allah xeyir versin kim alsa. Həqiqətən bu kvadratda olan mənzillərin qiyməti tamam başqadır. Amma ev sahibi bu mənzili təcili satdığına görə bu mənzilin qiyməti digərlərindən çox aşağıdır. Yaxınlar, zəhmət olmasın qardaşım. Mənzilin qazı, işığı, suyu daimidir, stilik sistemi kombidir, sənədlərində heç bir problem yoxdur, tam qaydasında. Bura mənzilin qapıdan giriş hissəsidir. Solda gördüyünüz kimi mətbəx yığılıb, paltar yuyan maşınıdır, qazıdır, aspiratorudur, burada soyuducusudur, gördüyünüz kimi. Burada Wi-Fi'mizdir, yəni evin Wi-Fi da var. Girişin sağda sanuzel, sanitar qovşaq, bütün aksesuarlar quraşdırılıb. Evi alıb kirayə də vermək olar. Ev kirayədə olmuş bir evdir. 500 manatla ev kirayədə olub. Kim istəsə alırıb yenidən kirayə verə bilər. Belə bir geniş yataq otağımız var. Yataq otağının daxilindən də həqiqətən çox gözəl bir mənzil dostlar. Yataq otağının daxilindən də eyvana çıxışımız var. Zalda olduğu kimi yataq otağının daxilindən də eyvana çıxışımız var. Yataq otağında deməli güzgülü dolabıdır, spalni kravatıdır. Bir dənə operatorumuz göstərsin. Haradasa 15-16 kvadrat metr ölçülərə sahib yataq otağımız var. Burada da zalda olduğu kimi karisli bahalı pəncərədir, gördüyünüz kimi. Burada da eyvan hissəsi qarşısı açıqdır, gün vuran bir mənzildir. Kombi sistemi quraşdırılıb, qaz sayğacıdır, eyvan hissəsində quraşdırılıb. Mənzilin giriş hissəsi, xol hissəsi istipolla təmin olunub, sanuzel, sanitar qovşaq da istipolla təmin olunub, tam əşyalı bir mənzildir. Elə bir qiymət gəlir ki, dostlar, həqiqətən bu evi almağa dəyər. İndiki bazar üçün belə deyim də, bu kvadratda olan Bakıxanov Rezidensidə bu kvadratda olan mənzillər 150-155 min manatla əmlak saytlarında paylaşılıb. Amma bu mənzilin qiyməti dostlar, dediyim kimi aşağıdır, qiyməti ucuzdur, münasibdir, digərlərinə baxanda çox münasibdir. Qiyməti deyirəm dostlar, Allah xeyir versin. Dediyim kimi sənədlərində də heç bir problem yoxdur. Mənzil ipotekaya da yarayır, kupçası, texpasportu, bütün sənədləri var. Binanın 2 ədəd müasirlik sistemi, yeraltı qaraj, yaxınlığında 74 nömrəli məktəb, Bakıxanov İcra Hakimiyyəti, Agimol Ticarət Mərkəzinə də yaxındır. Yəni yerləşmə yeri çox gözəldir, məhəlləsinə də söz ola bilməz. Qiymət 140 min manat. Real alıcı olarsa qiymətdə cüzə indirim olunacaq. Tam əşyalı şəkildə. Videonun əvvəlində qeyd etmişəm dostlar. Mənzilin daxilində nə görürsünüzsə hamısı saxlanılacaq 140 min manat. Buyurun əlaqə saxlayın.